Hər bu səslə sizə vlogu başlatmaq istədim. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. İzləyicilərim üçün istədim ki, səsləndirməni üstən edim və izləyicilərim məni daha yaxşı anlasınlar və bəzi hisslərimi sizlərlə bölüşmək istədim. Amindən biraz danışmaq istəyirəm. Yorumda həqiqətən o qədər Amini sevən izləyicilər gördüm ki, onun hər anını hiss edən, acısını acısıymış kimi yaşayan izləyicilər gördüm. Allah hər birimizdən razı olsun. Allah heç bir valideyni övlad ilə sınağa çəkməsin. Həqiqətən çox qəribə bir hissdir. Övlad ümumiyyətcə həyatda ən qəribə bir duyğu, övlad duyğusudur. Fikirləşin, ilk ana olduğunuz anda həm yad gəlir sənə o hiss, həm sənə o qədər doğma gəlir ki, qopmaq belə istəmirsən. Amin ilk doğulduğu anları xatırlayıram. Hansı ki, çox ağır dönəmlərdən keçmişdi və mən Amini 15 gün sonra görmüşdüm, doğulduğundan 15 gün sonra. İlk ona belə küveyzin arxasından baxdığım anda sadəcə Allaha dua eləmişdim ki, Allahım onu yaşada bilmə gücünü mənə ver. Onu ayağa qaldıra bilmə gücünü mənə ver. Və hal-hazırda Amin ana deyib çağıranda mən həqiqətən çox fəxr edirəm. Bəziləri deyir ki, siz ona mükafat kimisiniz, Allah Amin şanslıdır. Xeyr, elə deyil. Əslində biz şanslıyıq ki, Allah Amin kimi övladı bizə qismət eləyib. İncidən sonra 2 dənə, 3 dənə belə övladım olsa Amin kimi həqiqətən of demərəm. Çünki normal övlada, mənim normal övladlarım da var. Allah bütün övladları qorusun. İçində də mənim övladlarım. Normal övlada baxmağa nə var ki, yedizdirirsən, içizdirirsən, normal axşamda o övlad böyüyür. Amma fərqli bir duyğudur ki, yəni Amin kimi övlada baxmaq mənim üçün tamamilə bir təcrübədir. Aminin mənə qatdıqları, Aminin mənə yaşatdığı sevinclər mənim ona etdiyimin qarşısında qat-qat artırdı. Yəni onun bu dərəcə səsini həqiqətən ana sözünü eşidəndə sanki bütün dərdlərimi unuduram. Çəkdiyim bütün acılar tamamilə gedir. Aminə o qədər fokuslanmışam ki, bəzən deyirlər ki, yəni övladlarını seçirsən, hansını çox istəyirsən, xeyr seçmirəm. Baxın, 3 övladım var, 3-nə də canım qurban. Amma ki, 2 övladım normal öz necə deyim, tələbatlarını, normal sözlərini, normal fikirlərini ifadə eləyə bilən və normal yaşlarındadır. Amini isə tamamilə fərqli. Mən Amini cümlələrlə deyil, baxışları ilə anlayıram. Mən Amini səsi ilə anlayıram. Mən Aminin gözlərindən anlayıram onun mənə nə demək istədiyini. İnanırsınız ki, bu Aminin son keçirdiyi travma həqiqətən mənə çox ağır bir hiss oldu. O qədər qorxmuşam ki, onu itirməkdən o qədər qorxuram ki, Allaha qurban olum, sadəcə Allaha yalvarıram ki, məni qorxularımla sınaq etməsin. Çünki sadəcə qorxum övladlarımı itirməkdir. Mən indi anlayıram ki, hər şey boşdur. Bıraq təmizləyib sonra da edə bilərsən. Bıraq evi sonra da təmizləmək, sonra da yığışdırmaq olar. Hər şey mükəmməl olmalı deyil. Məcbur deyil hər şey 10-10 olsun. Ən önəmli şey bu dünyada zaman, övladınla, sevdiklərinlə, əzizlərinlə keçirdiyin zaman imiş. Amin pis olduğu anda deyirsiniz ki, yaxşı gözü itirməmsən. Mən inanın ki, o an heç özümdə də deyildim. Sadəcə heç artıq övladım kimi baxmırdım. Əllərimdə çırpınan bir can var. Mənə ehtiyacı var və mən onu necə həyata qaytara bilərəm? Beynimdə sadəcə saniyələr saniyəsinə dönən fikirlərdən buydu. Mən necə eləyəm? Yəni son anıma kimi çabaladım. Allaha şükür. Əllərimi geridə buraxmadı. Mənim əllərimi boş qaytarmadı. Mənim övladımı mənə bağışladı yenidən. Həqiqətən şükürlər olsun. O an sadəcə çırpınan bir can var idi qollarımda. Sözlərlə ifadə eləyə bilməyəcəyim, əsla bir də görmək istəmədiyim anlar idi. İnanırsınız ki, həyatımda ölümün qoxusu olarmış. Mən ölümün qoxusunu hiss elədim. Sümüklərimə kimi qoxusunu hiss elədim ölümün və çarəsizliyi hiss elədim.
çarəsizdir, heç nə edə bilmir, mənə ehtiyacı var, məndən kömək istəyir və mən nə edə bilərəm? O an fikirləşdiyim şeylər sadəcə bunlar idi. Və çox şükür, amin, hal-hazırda yaxşıdır. Yəni sadəcə mənə qalan qorxu olub. İnanırsınız ki, gecələr yata bilmirəm. Ümumiyyətcə çox qorxmuşam. Hər an, hər saniyə normal bir səs də çıxardanda fikirləşirəm ki, yenə eyni şey mi olur, yenə eyni şey mi yaşanır. Qaça-qaça gəlirəm yanına, baxıram, tez-tez gecə dururam, nəfəsini yoxlayıram. Çox qorxmuşam həqiqətən. Buna görə bilmirəm nə edəcəm. Nə edə bilərəm ki, bu qorxu mənim canımdan getsin. Amma artıq diqqətimi tamamilə övladlarıma ayırmışam. Buraxmışam, iş eybi yoxdur. Onlar yatdığı anda da eləyə bilərəm. Eybi yox, o gözümün önündə yeyib, içib doyandan sonra da işlərimi görə bilərəm. Hər şeyi eyni anda etməli deyiləm. Yəni mən artıq bu fikirdən çıxmışam. Və sadəcə bunu deyə bilərəm ki, Allah bütün xəstə övladlara kömək olsun. Allah bütün analara kömək olsun. Xəstə övladı olan analara Allah güc-qüvvət versin. İçində də mənə. Allahdan sadəcə mən ümidimi heç bir zaman itirmirəm. Ümidimi heç bir zaman, heç bir saniyə olsun belə itirməmişəm. Hər zaman Allaha inanmışam və hər zaman bir işi ucu görmüşəm. İmkansız deyə bir şey mənim düşüncə tərzimdə, mənim lüğətimdə yoxdur. Mən fikirləşirəm ki, Allah böyükdür. Olmazları yaradan Allahdır. Qarışqaya can verən, qarışqanın necə balası üçün yem aparır, görmüsünüz? O düşüncəni belə qarışqaya verən Allahdırsa, yəni Allahın qadir olduğu hər şey var. Mən düşünürəm ki, mən övladımı sağaldacağam və Allahın köməkliyi ilə qayıdacaq həyata. Önəmli deyil normal uşaqlar kimi gəzsin. Önəmli deyil görünüşü normal uşaqlara bənzəsin. Önəmli deyil danışığı, nitqi normal uşaq kimi olsun. Əsas odur yanımda olsun. Əsas odur Allahın mənə verdiyi ömür yetdiyi qədər mən övladıma baxa bilim və ən önəmlisi heç kimə möhtac olmasın. O qədər istəyirəm ki, ən azından öz gigiyenik ehtiyaclarını qarşılaya bilsin. Çünki bilmirik ömrü yazan Allah hara kimi yazıb. Sabah mənim başıma bir iş gəlsə, Allah uzaq eləsin. Ömürdür, Allah yazıb qismətimiz. İnsan gələcəyini bilmədiyi kimi mən də bilmirəm. Sadəcə fikirləşdim odur ki, Allahım, mən övladım böyüdükdə onu pastelə salma, öz gigiyenik ehtiyaclarını qarşılasın. Kim ona baxacaq? Ana kimi heç kim övladına yana bilməz. Yəni düzdür, nənə də sevir, baba da sevir, ata da sevir, amma ana tam başqa bir şeydir. Ana heç bir şərt olmadan, heç bir qarşılıq gözləmədən təmənnasız da sevir. İstər övladı xəstə olsun, istər narkoman olsun, istər alkoqolik olsun. Yəni bir ananın gözündə ən mükəmməl şey övladıdır. Və övladını heç nə ilə qarşılaşdıra bilmir. Ona görə də Allahdan tək arzum budur ki, övladım ayağa qalxsın və öz ehtiyaclarını qarşılasın. Eybi yoxdur, danışmasında nəsə problem olsun, onu da keçərəm, dözərəm. Bağrıma daş basaram, dözərəm. Təbii ki, istəyirəm dörd-dörtlük, hər şey normal qaydasında olsun. Amma ən pisi olacaqsa da ən azından, yəni eybi yoxdur da, danışığın tərzində olsun, yeriyiş tərzində olsun, ona da razıyam. Amma yəni zehni və necə deyim, öz düşüncəsi yerində uşaq olsun. Bilsin ki, məsələn, mən ayaq yoluna getməliyəm, mən bunu etməliyəm, onu anlayacaq dərəcədə olsun. Allahdan tək arzum budur. Və bütün zamanımı inanırsınız ki, aminlə keçirdirəm. O qədər qorxuzub ki, məni hal-hazırda ana deyir. Yəni ana dedikcə sanki də ürəyimdə çiçəklər atır, güllər atır. Və burada Aminə baxa-baxa işlərimi görürəm. Amin burada oynadıram. O qədər gülür ki, o qədər xoşdur ayaqları ilə oynamağımı. Və bugün kələm dolması bişirdim. Çox belə yeməklər etmədim. Yüngül var yemək hazırladım ki, yeməyimizi yeyək və vaxtımı Aminə ayırım.
Bu arada dostlar, sizlərdən ən önəmli istəyim, mən göndəri postunda baxsaz görərsiniz ki, izləmə saatı var. YouTube'un bizdən tələb etdiyi izləmə saatı var. Hansı ki, bu izləmə saatı 4000 saat olmalıdır ki, mən artıq YouTube'da gəlir əldə edə bilim. Digər qaydalardan keçmişəm. Baxış sayım YouTube'un tələb etdiyi dərəcəyə gəlib çıxıb. Sizlərin sayəsində Allah hər birinizdən razı olsun. Sadəcə sizdən xahiş edirəm, videonun sonuna, yəni sona qədər izləyin. Bundan öncə olan vloqlarımı da sona qədər izləyin. Shorts videoları, yəni o saatlara daxil deyil. Sadəcə vloqlarda izlənilən saat o 4000 saata çatmağıma kömək olur. Bu yöndən mənə dəstək olsa sevinərəm. Kanalıma abunə olun, xahiş edirəm hər birinizdən. Yorum yazın, fikirlərinizi bildirin. İnansız ki, mənə o qədər xoş oldu və psixologiyama o qədər yaxşı gəldi ki, yorumda sizlərlə dərdləşmək, dərdimə ortaq olanlar, dua eləyənlər həqiqətən insanı, necə deyim, həvəsləndirir, insana güc-qüvvət verir. Yəni yorumda fikirlərinizi yazın, suallarınızı verin, maraqlı gələn nə varsa suallar da verə bilərsiniz. Bəzi izləyicilərim deyib ki, göz dəyir, nəzər dəyir. Vallahi mən də inanıram göz nəzərə. Çünki Aminə Hasan paylaşsam, ən çox da WhatsApp, nə bilim belə sosial şəbəkələrdə paylaşdığım anda Amin narahat olur və Amində nəsə problem olur. Həmən gün ümumiyyətcə yatmır. Belə şeylər olur. Ay can həyatım. Amma ki mən bunu paylaşmaq məcburiyyətindəyəm. Çünki izləyicilərimin böyük bir qismi Amini görmək istəyir və Amini sevirlər. Mən də buradan Amin üçün çalışıb çabaladığıma görə Amini paylaşıram. Xahiş edirəm hər kəsdən yorumda maşallah yazmağı unutmayın. İnşallah ki, sevərək izləyəcəyiniz vlog olar. Amini də qəşəng apardım, bugün içimizdirdim. Bu evə köçdüyümüz bir ay bitir. Bir ayda hər bir dəfə çinmişdi Amin. Düzdür, havalar biraz normal, ya isti olur, ya soğuk olur. Tempini tuta bilmədiyimə görə açığı risk eləmirdim çimizdirmək. Çünki dəhşət şəkildə qriplər yayılır, qorxurdum açığı. Amma gördüm ki, uşaq bədəni yapışdı və bu onu narahat eləyir. Amin içimizdirdim, qəşəng duş aldı. Bir saat filan yatdı. Mən hal-hazırda inansız səsləndirməni vloqun üstündə 2 saat keçib. Bu bugün çəkilən vloqda, amma üstündə 2 saat keçib. Axşamda indi səsləndirməsini eləyirəm. Birazdan da yeməyini verəcəm və Amini yatışdırıb yatmaq istəyirəm. Həqiqətən çox yorğunam. Fikir yorur, inanın. İnsanı həqiqətən fikir yorur. İnanın ki, bu doğrudur. Fikir o qədər beynimdə fikirlər dönür ki, görəsən necə olacaq, bir doğan yaşanarmı, mən necə eləyə bilərəm, Amini daha da yaxşı hala gətirə bilərəm. Amin hal-hazırda məsələn simis qəbul eləyirdi. O ağzında mən dilini çıxarmağa çalışanda yara olub deyə simisi qəbul etmir. Kaşalardan verirəm, onu normal şəkildə yeyir. Amma ondan da qorxuram yemək yedizdirməyə. Hər an qorxuram ki, boğazında yenidən qalar, yenidən o hadisəni yaşayaram deyə açığı risk eləmək istəmirəm. Amma görürüm ki, simis 75 millini güclə keçirdə bilir. İnşallah ki, ağzı da sağalar, yaralar tamamilə düzələr və yenidən yeməyinə qayıdar. Burada da evləri təmizləyirəm, yığışdırıram. Bir arada Aminə baxıram, evləri təmizləyirəm. İkisini bir arada inanın ki, yürütmək çox çətin olur. Amma çatdırmağa çalışıram, çünki mən anayam. Mənim vəzifələrim var. Həm övladıma, həm ailəmə vaxt ayırmalıyam. İnşallah ki, maraqla bəyənəcəyiniz bir vlog olar. Sevərək izləyəcəyiniz bir video olar. Sonuncu videomu xahiş edirəm. İzləyin, kanalımıza abunə olub, dəstək olun. Hər birinizin dəstəyi mənim üçün çox önəmlidir. Yorumları hamısını sonuncan oxuyuram. Hər birinə cavab yazıram. Həqiqətən fikirləriniz önəmlidir. Eləsi var ki, məsələn, eyni hadisəni yaşayıb, eyni hissləri yaşayıb, yön göstərir. Eləsi var, həkim məsləhət bilir. İnanın ki, Amini göstərmədiyimiz həkim qalmayıb. Amma artıq son vaxtlarında Aminin nəticəsini gördüyüm, müalicəsinin xeyrini gördüyüm həkim tapmışam və bunu yenə deyirəm.
Starlab klinikasında Murad Muradovdur, nevropatoloq və Aminin hal-hazırda başqa bir həkimə ehtiyacı yoxdur. Çünki Aminin nevroloji problemi var. Beyinlə əlaqədar problemlər nevropatoloq həll edir və Amin kurs müalicə götürür. Bir ildir ki, Amin həmin həkimin müalicəsini alıb, baş çevrəsində balacalaşma gedir. Nitqində problem yoxdur, düşüncəsində problem yoxdur, zehni yerindədir, normal uşaqlar kimi reaksiyasını bildirir. Yəni müalicəsini gördüyüm bir həkim, nəticəni gördüyüm bir həkim olanda mən başqa həkimə yönəlmək istəməm. Çünki nə qədər çox həkimə gedəndə insanın fikirləri dəyişir. Burada da Adil boş vaxt tapıb gəlib uşağa girişib, uşağı güya idman elətdirir. Ona baxın, gör nə edir. O qədər qorxuzub ki, bizi həqiqətən boş saniyə heç birimiz buraxmırıq. Mənim işim olanda Adil yanına gəlir, Adilin işi olanda mən yanına gəlirəm. Bu da görmək istədiyiniz Amin Timur və hazırdır.